Azərbaycanda avtomobillərin utilizasiyasına maraq davam edir. İstismar müddətini bitirən, qəzadan sonra ələ gəlməyən avtomobillərlə bərabər son illərin istehsal olan bəzi avtomobillər də utilizasiyaya verilir. Maraqlıdır ki, cəmi bir neçə il əvvəl istehsal olunan maşınlar niyə utilizasiyaya gedir? Utilizasiya məntəqələrinə 2025-ci il istehsalı olan 5 nəqliyyat vasitəsi təhvil verilib. Qarajlarını yeniləmək istədikləri üçün köhnə avtomobilləri, qəzalı avtomobilləri dəyişmək istəyirlər. Ölkəmizdə hər il istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür. Bu məqsədlə avtomobillərin utilizasiyası üçün xüsusi proqram hazırlanıb. Hətta indiyə qədər utilizasiya olunan avtomobillərin arasında 2025 və 2026-cı il istehsalı olan Çin avtomobilləri də olub. Həmin haqqında danışdığımız 5 nəqliyyat vasitəsi, bəli, qəza səbəbindən istifadəsi mümkün olmayan nəqliyyat vasitələridir ki, həmin o nəqliyyat vasitələrinin sahibləri utilizasiya məntəqələrinə nəqliyyat vasitəsini təhvil edərək utilizasiya prosesinə cəlb olunmuşdur. Ötən müddət ərzində 1 milyon manatdan çox maliyyə vəsaiti vətəndaşların bir dəfəlik olaraq hesabına köçürülmüşdür. Ölkə ərazisində 4 utilizasiya məntəqəsi var ki, onun biri də məhz Abşeron rayonu Hökməli qəsəbəsində yerləşir. Qeyd edim ki, bu günə qədər 30 mindən çox nəqliyyat vasitəsi bu cür utilizasiya edilmişdir. Onda qeyd edim ki, bu 30 min avtomobilin içərisində 5 2025-ci il istehsalı avtomobil də var ki, onlar da utilizasiya edilmişdir. Yeni istehsal olunan avtomobillərin utilizasiya olunma səbəbinə gəlincə, Təmiri hər halda daha bahalı başa gəldiyi üçün fikirləşirlər ki, bunu bu yolda müəyyən məbləğ əldə edib, üzərinə də pul qoyub yenisini almaq daha məqsədə müvafiqdir. Çünki bilirsiniz ki, Çində istehsal olunan bəzi avtomobillər 3-4 ildən sonra artıq istehsal edilmir, yeni versiyalar istehsal olunur və köhnəlmiş olur. Yəni hər ötən gün bu avtomobilin dəyəri də aşağı düşür. Yəni bu da əlavə səbəblərdən biri ola bilər. Əlavə olaraq isə mən düşünürəm ki, bəlkə də bu avtomobillər özünü doğrultmayıbdır. Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiya verilməsi könüllülük prinsipi əsasında aparılır və məcburi xarakter daşımır.